AUPS-dan seçdiyim 5 çətin və maraqlı sualların izahına baxırıq. Başlayaq ilk sualdan. Burada mənbələrini də qeyd eləmişəm. Deməli, bütün f funksiyalarını tapmalıyıq. Hansı ki, həqiqi ədədlər deməli, çoxluğunda təyin olunub. Və bu bütün x, y həqiqi ədədlər üçün bu şərt ödənməlidir və biz də bunu təbii ki, isbat etməliyik. Gəlin bu verilən ifadəyə bir pxy deyək. Buradan pxy bərabərdir fx, fy, deməli çıxılsın y, üzərinə gəlsin fx, y, çıxılsın x, üzərinə gəlsin fx plus y. Bizə də bunu verib 2xy. İndi x ilə y-in yerinə 0 qoyaq. Yəni p0 0-ı hesablamağa çalışaq. Bu da bərabərdir f0-a. Yəni bu da bərabərdir 0-a. Sonra px 0-a baxaq. Yəni fx ilə f mənfi x-in cəmi 0 eləyir buradan. Sonra hər ikisinin 1 olduğu qiymətləri yoxlayırıq. Və bu zaman da alınır f1 çıxılsın 1, üzərinə gəlsin f2 bərabərdir 2. Burada heç bir şey qeyri-adi etmirəm. Sadəcə yerlərinə rəqəm qoyuram. Burada davam edəcəm. Deməli p1-ə. Tamam. Deməli onları tapdıq. Sonra p mənfi 1, 1 qoysaq yerinə f. Yəni bunlar bildiyiniz üzrə sadə gedişlərdir. F mənfi 1, üzərinə gəlsin 1. Çıxılsın f2 bərabərdir mənfi 2-yə. Və biz bu aldığımız bərabərliklə digər aldığımız bərabərliyi tərəf-tərəfə toplayırıq. Və bu zamanda nə alınırdı? Alınır ki, f1 çıxılsın 1, üzərinə gəlsin f mənfi 1, üzərinə gəlsin 1, bərabərdir 0 alınır. Buradan da f1-ə bir a deyirik və bilirdik ki, bu tək funksiyadır. Çünki bayaq yerinə qoyanda görmüşdük. Ben göstərim. Baxın, buna əsasən deyirik ki, bu tək funksiyadır. Yəni oradan almışdıq ki, fx mənfi fx-dir. Deməli, ona görə də f mənfi 1 bərabərdir mənfi a-ya. Buradan da f a çıxılsın 1, 0 alınır. Yəni f1'miz 1'ə bərabərdir. Buradan bunu tapmış olduq. Sonra px1-də, yəni x1 alırıq ki, fx çıxılsın 1, üzərinə gəlsin fx plus 1 bərabər 2x. Bu da nədir? Koş tipli funksional tənlikdir və bunun həlli də olur fx bərabərdir x. Yəni həllimiz bu şəkildə olan bütün ədədlərdir. Belə ki, bütün x-lər daxildir həqiqi ədədlər çoxluğuna. Yəni birinci sualımızın həlli bu şəkildə idi. Sonra keçirik sual 2-yə. Sual 2-yə baxırıq. Deyir ki, n müsbət tam ədəd olsun və turnirdə 3n qadın voleybol komandası iştirak edir. Hər iki komanda arasında ən çox bir oyun keçirilir. Voleybolda heç olmur. Məlumdur ki, bu turnirdə ümumilikdə 3n kvadratı oyun oynanılmışdır. Sübut edin ki, elə bir komanda mövcuddur ki, onun ən azı n bölünsün 4 qələbəsi, həm də ən azı n bölünsün 4 məğlubiyyəti vardır. Deməli ki, biz bunun əksini fərz etməklə həll edək. Yəni, hər bir komandada ya n bölünsün 4-dən az qələbə vardır, ya da ki, n bölünsün 4-dən az məğlubiyyət vardır. Yəni, biz bunu fərz edək. İndi gəlin komandaları 2 qrup ayıraq. Birinci qrup burada olsun, ikinci qrup da burada olsun. Birinci qrupda da x komanda olsun. Və elədir ki, ən azı n bölünsün 4 qələbəsi var. Lakin n bölünsün 4-dən az məğlubiyyət olsun. Məğlubiyyət yazaq. Məğlubiyyət. Birinci budur. İkinci də halımız odur ki, ya da ki, ən azı n bölünsün 4 məğlubiyyəti var. N bölünsün 4-dən az qalibiyyəti var.
say yazdım. İkinci qrupda isə ümumi demişdik ki, nə qədər idi? 3 n qadın komandası var. Bura x dediksə, burada qaldı 3 n çıxılsın x sayda komanda. Burada həm qələbələrin, həm məğlubiyyət m qeynlə işarə edirəm. Həm məğlubiyyət, həm qələbənin sayı m bölünsün 4-dən az olsun. Və ümumi oynadıqları oyun sayı da bu zaman alınır ki, m bölünsün 2-dən azdır. Deməli, əvvəlcə nə edirik? İkinci qrupdakı, yəni ikinci komandanın iştirak etdiyi bütün oyunları gəlin silək. Sonra da birinci qrupdakı komandalar üçün az sayda olan nəticələri silək. Yəni, bu nə deməkdir? Əgər qələbə sayı məğlubiyyətdən çoxdursa, bu zaman məğlubiyyət sayını silirik. Məğlubiyyət sayı qələbədən çoxdursa, qələbələri, yəni qalibiyyətlərini silirik. Beləliklə, hər komanda ya bütün oyunları uduzacaq, ya da ki, qalib gələcəkdir. Və bu zamanda deməli 2 paylı qraf alınır. Yəni, bu da kombinatorikada məşhur bir şeydir. Burada da 2 paylı qrafda necədir? Əgər x sayda təpə varsa, bu zaman kənarların maksimum sayı olur x kvadratı bölünsün 4. İkinci qrupdakı, indi bir də birinci qrupa baxırıq. Deməli, ikinci qrupdakı komandaları silinərkən ən çox, ikinci qrup yazıram, 3n çıxılsın x vurulsun, oyunların sayda n bölünsün 2-dir. Ən çox bu qədər oyun silinəcək. Birinci komanda isə ən çox x vurulsun n bölünsün 4 qədər oyun silmiş olacaq. Və başda bizə deyilmişdi ki, baxın 3n kvadratı qədər oyun oynamışdır. Yəni 3n kvadratından çıxmalıyıq. Deməli, ən az oyun sayını tapmaq istəyiriksə 3n çıxılsın x vurulsun n bölək 2. Yəni, bayaq tapdıqlarım çıxılsın x vurulsun n bölünsün 4. Və bu da demişdik ki, deməli, x kvadratı bölünsün 4-dən deməli, kiçik bərabər olmalıdır. Çünki 2 paylı qrafdır. Yəni, x kvadratı bölünsün 4 böyük bərabərdir. 3n kvadratı çıxılsın 3n çıxaq x vurulsun n bölünsün 2 çıxılsın x vurulsun n bölək 4. Və burada da biz alırıq ki, bunu biraz sadələşdirsək, x çıxılsın 3n vurulsun x üzərinə gəlsin 2n 0-dan kiçik bərabərdir. Amma biz də başda tapmışdıq ki, 3n x-dən böyük bərabərdir 0-da bunlardan. Yəni, bunlar müsbət ədədlərdir tapmışdıq. Amma burada baxın, deməli, fərziyyəmizə zidd bir şəkildə ifadə aldıq. Yəni, fərziyyəmizdə ziddik yarandı. Biz də bizdən soruşulanın əksini fərz etmişdik və əksini fərz etdikdə bunun yanlış olduğunu deməli, ilkin fərziyyəmizin yanlış olduğunu isbat elədik deyə, deməli, sonda belə bir nəticə gəldik ki, elə bir komanda mövcuddur ki, onun həm ən azı n bölünsün 4 qələbəsi, həm də ən azı n bölünsün 4 məğlubiyyəti vardır. Bu da Çin Olimpiyadasından sual idi deyəsən, amma bu qızlar Olimpiyadasından sualdır. Bu isə Çin Olimpiyadasından sualdır. Üçüncü suala baxırıq, həndəsi sualımızdır. ABCD deyir, çevrəyə çəkilmiş 4 bucaq olsun. Baxın, da qeyd eləmişik ABCD 4 bucaqlısı. Və deyir ki, onun çevrədəki mərkəzi odur. AB BC-dən böyükdür. Y nöqtəsi AC-nin üzərində seçilib ki, AY YC-dən kiçikdir. Baxın, buradadır. Y-dən AC-yə deməli, perpendikulyar olan L düz xətt çəkilir. Və bizə deyir ki, bu düz xətt müvafiq olaraq AYD çevrəsini x nöqtəsində, BYD-ni y-də kəsir və SYD-ni isə z nöqtəsini ikinci dəfə kəsir və YZ deməli, eyni xətt üzərində bu ardıcılıqla yerləşir. Əgər AX, BY və SZ bərabər olarsa, sübut edin ki, BD ilə OY xəttləri ABC üçbucağının daxili mərkəzində insentrində kəsişirlər. Burada x və z nöqtəsini qeyd eləməyib, yəni proqram. Nəysə, biz gəlin davam edək. İlk öncə ADY üçbucağında gəlin sinuslar teoremini tətbiq edək. Üçbucaq ADY-də. Deməli, bu zaman alınacaq AX-in
sinus ADY-yə olan nisbəti bərabərdir AY-nin sinus AXY-yə olan nisbətinə. Yəni bunu sinuslar teoreminə görə yazdım. X, Y bizə demişdi ki, bir düz xətt üzərində yerləşir. Və buradan da alınır ki, YX AS-yə perpendikulyar verilmişdi onsuz və AY də AS-nin daxilində idi. Və bu zaman alınır ki, AXY 90 dərəcədir. Və indi bilirik ki, sinus AXY-də nə olacaq? 1 olacaqdır. Və bu zamanda alırıq ki, AX bərabərdir. Deməli, AY bölünsün sinus ADY və həmçində alırıq ki, AX bərabərdir DY bölünsün sinus DAY. DAY şəklində alırıq. Sonra buradan AX-ə bərabər olduğuna görə hər iki ifadə, yəni bunlar bərabərdir bir-birinə. Yəni AX bərabərdir AY bölünsün sinus ADY-yə və həmçinin o da bərabərdir DY bölünsün sinus DAY-yə. Bu şəkildə yazdıq. Həmçinin CZ digər üçbucağa da bunu tətbiq eləsək, CZ bərabər olacaqdır SY bölünsün sinus SDY və o da bərabər olacaqdır DY bölünsün sinus SDY. Daha doğrusu DSY. Deməli, bu belə idi. Və buradan da gəlin baxaq ikinci hissəyə. AX ilə CZ bir-birinə bərabərdir. Niyə bərabərdir? Çünki AX bərabərdir DY bölünsün sinus, deməli, DAY-yə və CZ də bərabər DY bölünsün sinus DSY-yə. Və buradan da DY-nin sinus DAY nisbəti DY-nin sinus DSY-yə nisbətinə bərabər olur. Yəni sinus DAY sinus DSY-yə bərabər olur və buradan da çıxır ki, DAY bucağı bərabərdir DSY bucağına. Bu belə idi. Deməli, üçüncü hissəyə keçək. Biz baxaq DAY. Baxın bu DAY. DAY və deməli DSY üçbucağına baxın burada. Burada göründüyü kimi DY tərəfi ortaqdır. 3 yazıram. DY ortaqdır. Sonra biz bayaq tapdıq ki, DY ilə deməli SYD bir-birinə bərabərdir. 90 dərəcələr ikisi də. Və bayaq da tapdıq ki, DAY ilə də DSY bərabərdir. Buradan da çıxır ki, bu üçbucaqlar oxşardır. Yəni uyğun olaraq DA ilə də DS bir-birinə bərabərdir. Yəni bu oxşarlıqdan çıxan bir nəticə oldu. Sonra keçək dördüncü hissəyə. Sonra DA ilə DS-ni biz bərabər tapmışdıq. Düzdür? Baxın, buradan bu nəticəyə gəldik. Bu zaman D nöqtəsi deməli AC-nin orta perpendikulyar üzərindədir. Yəni DA ilə DS bərabərdir. BD də ABC-nin təmpörlənidir. İnsentrdə nə idi? Bütün daxili təmpörlənlərin kəsişmə nöqtəsi idi. Və bu zamanda alınır ki, I BD-nin üzərindədir. Yəni buradan o nəticəyə gəlmiş oluruq ki, baxın burada da onsuz da qeyd olunub şəkildədir. Silmiş oldum hamısını. Nəysə, baxın, görünür də. Fərqli rənglə göstərək. Baxın, buradan da görünür ki, I nöqtəsi BD-nin üzərindədir. Yəni o buradan gəldi. BD-nin üzərində olmuş oldu. Sonra keçək 5-ci hissəyə. 5-ci hissədə də digər hissələri sübut edib. Axırda BD-nin OY-nin ABC-nin insentrində kəsişdiyini isbat edəcək. 5-cisində deməli bizə deyilmişdi ki, BY, AX və CZ bir-birinə bərabərdir. Və həmçinin biz sinuslar teoremindən tapmışdıq ki, AX bərabərdir DY bölünsün sinus DAY-yə. Və həmçinin də DAY bucağı da B bucağının yarısıdır, göründüyü kimi. DAY bucağı bərabərdir B-nin yarısına. Sinuslar teoremindən yenidən BY olacaq DY bölünsün sinus B-nin yarısı.
və sinus b-nin yarısı da olacaq dy bölünsün by. Sonra biz üçbucaq by, p-yə baxsaq, bunları bilirik. Yəni bunlar bizə verilibdir, onsuz. Buradan da çıxır ki, BYP bucağı da 90 dərəcədir. Və sinusun ümumiyyətcə bilirik ki, nə idi? Qarşı katet bölünsün hipotenus. Yəni buradan çıxan nəticəyə əsasən sinus PBY-ni biz YP bölünsün BP tapırıq. Və PBY də eynən B-nin yarısıdır. Buradan da çıxır ki, BP tən böləndir. Yəni bu zaman sinus b-nin yarısı olur YP bölünsün BP. Bəs eksenter nədir? Yəni xaricə çəkilmiş, yəni xarici kəsişmə nöqtəsi deyək. Xarici mərkəz deyək üçbucağın. Yəni bir nöqtədən üç tərəf olan əgər məsafələr bərabərdirsə, yəni bu mərkəzə eksenter deyəcəyik. İndi biz buradan baxsaq, deyə bilərik ki, YP bərabərdir D məsafəni göstərək deyilən PAC-yə, yəni P ilə AC arasındakı məsafəyə. Sonra D P ilə AB arasındakı, baxın, P ilə AB arasındakı məsafədə bərabərdir nəyə? YP-yə. YP-yə. Buradan da görürsünüz ki, tərəfdə də YP var. Yəni o zaman bunlar da bərabər. Deməli D PAC bərabərdir D PAB-yə. Biz bunu tapmış olduq. Yəni P-dən bu deməkdir ki, AB-yə və AC olan məsafələr bərabərdir. Yəni PA-nın daxili və xarici tən böləni üzərindədir. Baxın, buradan o nəticəyə gəlmiş olduq. Yəni bu zaman biz tapdıq ki, P BD-nin üzərindədir. Yəni şəkildə də onsuz elə qeyd olunub. P BD-nin baxın üzərindədir. Sonra növbəti hissəyə keçək. Növbəti hissə buradan yazıram, neysə. Bu da P3-dür. Deməli, biz power of point tətbiq eləyəcəyik və biz bilirdik ki, BDP karenin yardı, yəni bir düz xət üzərindədir və YYP də eynən bir düz xət üzərindədir. Power of point əsasən PY-nin PY olan hasini biz PB-nin PD olan hasini tapırıq. Buradan PY-i tapası olsaq, olacaq PB vurulsun PD bölünsün PY. Sonra bizim belə bir düsturumuz var ki, A bərabərdir 2R sinus alfa. Və yaxud A olsun indi burada. Və üçbucaq ABD-də bunu tətbiq eləsəniz, görürük ki, AD olur 2R sinus B-nin yarısı. Yəni buradan da bucaq ABD olacaq B-nin yarısı. Və bu da həmçinin bunlara bərabər olacaq. Yəni AD bölünsün sinus B-nin yarısı, bu da eləyəcək 2R. Sonra biz buradan baxın, tapdıq ki, PY 2R'dir. Sonra DO radiusdur, DO'muz radiusdur. Yəni R'dir. Buradan nə çıxdı? PY bərabərdir 2OD-yə. Düzdürmü? Və biz də bilirik ki, DO ilə PY onsuz da nədir? Paraleldir. Deməli, O Y-in və D də IP-nin orta nöqtəsidir. Və bu zamanda aydın olur ki, BD ilə OY də I nöqtəsində kəsişir. Və I nöqtəsinin də biz incenter olduğunu demişdik. Yəni buradan da isbatımız bitmiş olur həndəsəyə aid. Yəni sual üçün isbatı bitmiş olur. Keçirik sual 4-ə. Sual 4-ə baxırıq. Bu da məncə Yunanistan Olimpiyadasından götürmüşdüm. Yəni Greece Mathematical Olympiad. Aşağıdakı sistemi ödəyən bütün müsbət həqiqi ədədlər dörtlüklərini deyir tapın. Yəni X, Y, Z, W daxildir R müsbətə. Və biz bunları əsasən X, Y, Z, W cütlüklərini tapmalıyıq. İndi bizə belə bir ifadə verib. Yəni bunu hər hansı bir dəyişənə bərabərləşdirək. Məsələn, O dəyişəninə bərabərləşdirdik.
Və bu zamanda təbii ki, o müsbət olaraq götürürəm. Və bu zamanda cross multiplication, yəni tənasübdən istifadə edərək bunların hər birini ayrılıqda u-ya bərabərləşdirirəm. Deməli, bu zaman alırıq ki, x, y, z üzərinə gəlsin 1 bərabər u vurulsun x plus 1-ə. Y, z, w üzərinə gəlsin 1 bərabərdir u vurulsun y plus 1-ə. Z, w, x üzərinə gəlsin 1 bərabərdir u vurulsun z plus 1-ə. Və w, x, y üzərinə gəlsin 1 bərabərdir u vurulsun w plus 1-ə. Deməli, burada biz gəlin baxın bu iki bərabərlikdən istifadə edərək alınan bərabərlik yazaq. X, y, z üzərinə gəlsin 1-in x plus 1 olan nisbəti bərabərdir y, z, w plus 1-in y plus 1 olan nisbətinə. İndi bunu da yenidən cross multiplication, yəni tənasübün xassəsindən istifadə edərək tərəf-tərəfə vurmuş olsaq, belə bir ifadə alacağıq. X, y kvadratı z üzərinə gəlsin. X, y, z üzərinə gəlsin. Y üzərinə gəlsin 1 bərabərdir. X, y, z, w üzərinə gəlsin. Y, z, w üzərinə gəlsin. X plus 1-ə. Bu birinci aldığımız bərabərlikdir və eynən dördündə də baxın bu göstərim. Dördündə də bunu tətbiq eləsək, bunu alt-alta yazıb, deməli, ən sonunda da toplaya bilərik. Deməli, sonra yazırıq ki, y kvadratı, daha doğrusu y, z kvadratı w üzərinə gəlsin y, z, w üzərinə gəlsin z plus 1 bərabərdir. X, y, z, w üzərinə gəlsin z, w, x üzərinə gəlsin y plus 1-ə. Yəni, burada qeyri-adi bir şey eləmirəm. Sadəcə baxın, bu birinci bərabərliyi necə aldıq? Yəni, ilk ikisinə baxaraq. Sonra bu ikisinə baxıram, bu bərabərliyi alıram və beləliklə də 4 bərabərliyi almış olacaq. Neyse, davam edək. Sonra z, w kvadratı x üzərinə gəlsin z, w x üzərinə gəlsin w plus 1 bərabərdir. X, y, z, w üzərinə gəlsin w, x, y üzərinə gəlsin z plus 1-ə. Sonuncusunu da yazsaq, w, x kvadratı y üzərinə gəlsin w, x, y üzərinə gəlsin x plus 1 bərabərdir. Buradan yazaq. X, y, z, w üzərinə gəlsin x, y, z üzərinə gəlsin w üzərinə gəlsin 1. Və nəhayət ki, bitdilər bunlar. Sonra indi bunları biz tərəf-tərəfə toplamış olacağıq. Yəni, toplayırıq. Dəqiqə. Yəni, bunların hamısını tərəf-tərəfə toplayırıq. Və burada göründüyü kimi, buradakı bütün birlər ixtisar edəcək. Yəni, onlara baxmayın. Deməli, bunun davamını buradan yazacağım. Deməli, davamını neçən sual idi? 4-cü sual idi. Bunları biz tərəf-tərəfə toplasaq, alınacaq x, y kvadratı z üzərinə gəlsin y, z kvadratı w üzərinə gəlsin w, x kvadratı y bərabərdir 4x, y, z, w-ya. İndi bizim əsas bir bərabərsizliyimiz var ki, a-m böyük bərabərdir c-mdən. Yəni, dədə orta böyük bərabərdir həndəsi ortadan. İndi biz bundan istifadə edərək yaza bilərik ki, x kvadratı, x, y kvadratı z üzərinə gəlsin, y, z kvadratı w üzərinə gəlsin, w, x kvadratı y böyük bərabərdir. Yəni, bunları köşə alsaq 4x, y, z, w eləyəcək. Onsuz da. Deməli, biz buradan bu ifadəni tapdıq və burada da bərabərlik halı var. Bərabərlik halı nə zaman ola bilər? Uyğun hədlərin hamısı bir-birinə bərabər olanda. Yəni, x, y kvadratı z bərabərdir y, z kvadratı w-ya. O bərabərdir z, w kvadratı x-ə. Və o da bərabər olanda w x kvadratı y-ə. Yəni, buradan son olaraq nəticə aldıq ki, x bərabərdir z-ə və y bərabərdir w-ya. Yəni, son nəticə budur.
İndi bunu iç bərabərliyimizdə daha doğrusu gətirib yerinə qoysaq, yəni x, y, z plus 1 bölünsün x plus 1 bərabərdir. Deməli, nə idi? Y, z, w plus 1 bölünsün y plus 1. Bu şəkildə idi məncə. Dən baxaq. Baxın, bunu yazdım. Bəli, bu şəkildəymiş. Tamam. İndi biz bu bərabərlikləri gətirib yerinə qoyuram. Yəni z bərabərdir x, y bərabərdir w. Alınacaq ki, x kvadratı y plus 1 bölünsün x plus 1 bərabərdir x, y kvadratı plus 1 bölə y plus 1. Bunları vursanız, müəyyən bir işlem eləsəniz, belə bir hala gələcək. X çıxılsın y vurulsun x, y çıxılsın 1 bərabərdir 0-a. İndi burada iki case'imiz var. Birinci x ilə y bərabər olandadır. Bu zaman x, y, z, w gətirib yerinə qoysanız hər biri 12 çıxacaq. Yəni buradan o deməkdir ki, x, y bərabərsə hər biri bir-birinə bərabərdir. Sonra ikinci halımız odur ki, x, y hasili 1 olsun. Yəni x 1'in tərsi olsun kimi. Yəni x, y, z, w-nun cəmində bizə özləri 48 vermişdi şərtdə. İndi burada belə yazaq da, y üzərinə gələk 1 bölək y, y üzərinə gələk 1 bölək y 48. Yəni bu şəkildə yazsaq. Deməli bu şəkildə yazırıq və buradan da hər cütlüklərini hesablasanız, yəni son olaraq mən yazıram, hesabladım. Alınacaq 12 çıxılsın kök altda 143. 12 üzərinə gəlsin kök altda 143. Yəni bir-birinin tərsi olan ədədlərdir də. İkisi eyni, ikisi eynidir təbii ki. 12 çıxılsın kök altda 143, 12 üzərinə gəlsin kök altda 143 və ya bunun tərsidir. Yəni bir dəfə bu plus minus, yəni növbələşlər. Yəni beləliklə də 3 dənə hər cütlüyü tapmış olduq. Sonra keçirəm sual 5-ə. Elə bütün müsbət tam ədəd cütlüklərini müəyyən edin ki, aşağıdakı bərabərlik ödənsin. Yəni x, y müsbət tam ədəd olmalıdır. Və bu zaman siz bilirsiniz ki, yəqin ki, x kubu üzərinə gəlsin, y kubu, x plus y vurulsun, x kvadrat çıxaq, x, y üzərinə gəlsin, y kvadratıdır. Yəni bunu hamı bilir. Və bunu yazsaq və burada x plus y saxlasaq, yəni bu ifadənin x kvadratı çıxaq, x, y plus y kvadratına olan nisbət olacaq. Və bunu da biraz sadələşdirsək, 1 üzərinə gəlsin, 43xy bölünsün, x kvadrat çıxaq, xy plus y kvadrat olacaq ki, bu da natural olmalıdır. Davam edək. X, y, d olsun. Mötərizə nəyi bildirir? Bizə əbobu bildirir. Yəni, belə yazdım, əbob x, y, d-dir. Yəni, bu nə deməkdir? X də, y də d-nin hər hansı bir misidir. Yəni, d p1-dir, d 2-1-dir. Və burada şərtimiz odur ki, bu p ilə q-nün əbobu, yəni əbobda dedim, əbobu 1 olsun. Yəni, qarşılıqlı sadə ədəd olmaqları şərti ilə biz bunu deyirik. Və biz də bildik ki, 43p2 bölünsün p kvadrat çıxaq, p2 üzərinə gəlsin, q kvadratı natural bir ədəd olmalıdır. Və buradan da p ilə p kvadratı p2 çıxılsın p2 üzərinə gəlsin q kvadratı bərabərdir 2 üzərinə gəlsin yox da doğrusu q ilə, yəni bunların əbobları bir-birinə bərabər olmalıdır. 1. Yəni bunlar qarşılıqlı sadə idi, yəni əbobları 1 idi. İndi burada da 2 hal əmələ gəlir. Gəlin ikisini də yoxlayaq. Birincisi p kvadratı çıxılsın p2 üzərinə gəlsin q kvadratı 1 olsun. Və bu zaman həllimiz p ilə q-nün 1 olduğu halda, yəni x ilə y bərabərdir. O da d-yə, yəni əboba bərabərdir. Bu zaman x, y-i 22 taparıq və bu da bir həldir. Sonra ikinci case'imizə baxırıq. Yəni ikinci hala baxırıq. P kvadrat çıxılsın, p2 üzərinə gəlsin, q kvadratı 43 olduğu hala baxırıq. Və bu zamanda həlləri yoxlasanız, p ilə q alınacaq 1 ilə 7 və yaxud da ki, permütasiyası da 7 ilə 1.
Və buradan da XY-də həmçinin 1, 7, 7, 1 cüzlərini götürə bilir. Yəni buradan da 2 həllimiz budur və bir həllimiz də 22, 22 bu həll idi. Yəni 3 həll tapdıq. Və bu da 5 sualın izahı idi. Deməli bu sual baxdıq. Bunun da mənbəsi Balkan Olimpiyadası olar. Yəqin ki bu moduda. Bəli, jibmo yox, bu modu. Yəni 5 sualın da izahına baxdıq. Ümid edirəm ki faydalı olmuşdur və siz də həmçinin öz həllərinizi şərhlərdə qeyd edə bilərsiniz.